Sağlam Söhbət podkastının yeni buraxılışı ilə qarşınızdayıq. İnsanların özünü estetik əməliyyatlarla müəyyən formalara salması Bu əslində özünü qəbul etməməli. Bütün qızlar Barbie oyuncağından istifadə eləyirdi və görürsünüz ki, artıq get-gedə barbiləşmə gedir. Uşaq ağlayır, özünü yerə atır, çırpır, qışqırır, bütün market ona baxır. Sonra həmin uşaq istədiyi şeyləri ağlayaraq əldə etməyi öyrənir. o dönəm olub. Valideynim kitab oxumur ki, o kitab oxuyaraq pul qazanmır, o telefonla oynayır. Valideynlərin necə deyirlər, ən yaralı yeridir. Uşaq yatmır, ancaq oynamaq istəyir. Ata oturub televizora baxır, ana israrla uşağı aparıb yatızdırmaq istəyir. Bu halda uşaq necə getsin yatmağa? Evdə hələ də gündüz çağıdır. Cəza verilməlidirmi uşaqlara? Qısqanclıq duyğusu belə norma sayılır. Nümunə gətirilən həmin o xalqın uşağı. Bəli. O xalqın uşağı xəbəri yoxdur. 3 yaş krizindən sonra da artıq uşaq müəyyən eləyir ki, mən kimə nə qədər ağlaya bilərəm. Və valideyn özündə problem görmür. Deyir, nə var ki, mənim də valideynim məndən belə davranırdı.